Salam. İndi sizinlə 5.4 kimyəvi tənliklər üzrə hesablamalar. Test toplusundan. Sualların izahına baxacağıq. 1-dən 40-a qədər sualları izah etməyə çalışacağım. Əvvəlcə birinci suala baxırıq. Reaksiya əsasən 80 qram X tam sərf olunarsa, neçə qram XY alınır? Burada reaksiyanı yazırıq. Bizə deyir ki, 80 qram X tam sərf olunarsa. 80 qram X-dırsa və Y də bizə göstərir ki, ayrı 16-dır. Onda Y2 32 deməkdir. Təbii ki, 112 qram, çünki neçə qram reaksiya giribsə, o qədər də alınmalıdır. 112 qram XY birləşməsi alınacaq. Əslində bu kalsiumun yanma tənliyidir. Kalsium oksigində yananda kalsium oksid verir. Biri 40-dır, 2 dənəsi 80, 32 qramla girib. Kalsiumu da 56-dır, 2 dənəsi 112 qram edəcək. Yəni birincidə cavab C variantı. İkinci suala baxırıq. Metanın yanma reaksiyasını vermişdir. Deyir, neçə mol CH4 yananda 72 qram su yazıram. X mol CH4-dən 72 qram su alınır. Burada baxıram CH4-ün əmsalına. Əmsalı 1 moldur. Yəni 1 mol CH4-dən isə tənlikdə göstərilir ki, 2 dənə su. Suyun da biri 18-dir. Yəni 36 qram su alınmışdır. Bunu da hesablasaq, burada cavab 2 edəcək. 2-də cavab A. Üçüncü sual. Neçə qram kalsium karbonat parçalanmasının 33,6 litr CO2 alınır? Tənliyi də verib də özü. X qram kalsium karbonatdan 33,6 litr CO2 alınır. Bunu özü soruşur bizdən. Və biz də bilirik ki, qramla verəndə MR-ni yazırıq. Kalsium karbonatın da MR 100 qramdır. 100 qram kalsium karbonatdan 1 mol, yəni 22,14 litr CO2 alınır. Burada da hesablasaq, cavab eləyəcək. Demək, 1,5, 1,5 ilə 100-ə vuranda 150 qram. Cavab C. Üçüncü C. 4-ə baxırıq. Tənliyi üzrə 20 qram kalsium reaksiya daxil olarsa, 20 qram kalsium daxil olarsa, kalsium hidroksidin kütləsini tap. Bilmirik nə qədər kalsium hidroksid alınır. Bunu bizdən soruşur. Tənlik dediyinə görə burada bir dənə kalsium var və həmin kalsium da 40 qramdır. Əmələ gəlib bir dənə kalsium hidroksid, o da 74 qram edəcək. Burada da təbii ki, 74 2-yə böləndə 37 olacaq. Cavab, yəni 4-də Y variantı. 5-ci suala baxırıq. 6,4 qram kalsium karbiddən neçə litr astilin? 6,4 qram kalsium karbiddən x litr astilin. Bilmirik, bunu bizdən soruşur. Tənliyə baxırıq. 1 mol kalsium karbid, onu da verib 64 qram. 64 qram kalsium karbiddən astilin əmsalı 1 moldur. 1 molda siz bilirsiniz ki, 22,4 litr deməkdir. Burada da hesablasaq, 10x bərabər 22,4-ə, x bərabər 2,24. 5-ci də cavab Y variantı. 6-cı suala baxırıq. X2O üçün sulfat turşular reaksiyasından alınan duzun. Təbii ki, X2O üçün sulfat turşusunun reaksiyasını yazırıq. Metal 3 variantlı olduğuna görə X2SO4 3 dəfə duzu və su alınacaq. Deyir, X-in kütlə payı 28% olarsa, yəni X2SO4 birləşməsində X-in faizi 28%-dir. X-in kütlə payı. Onun nisbi atom kütləsini tap. Bunun üçün nə edirik? Əvvəlcə bunun ümumi miqdarını tapaq. 2x plus, yəni x2SO4 nə deməkdir? 2x-dan 3 dənə SO4-ün cəmidir. X2SO4 bərabərdir. 2x plus 32 kükürtdür. O 4 də 64 edir. 32-nin 64, 96. 96-ını da 3-ə vuranda 96 3-ə. 270, 288. Bu, bunun ümumi emiridir. İndi bizə deyir ki, X-in kütləsi 28%'dir. Onda belə çıxır ki, bax bu SO4 3 dəfənin payı
2%'dir. Çünki bütövlükdə 100%'dir. Demək 96 vur 3 288. 288 qramım 72%'dirsə, mən elə məsələn 100% də tapa bilərdim, amma bizə o hal-hazırda ehtiyac deyil. Bizə deyir x-in payını tap. X-in payı da yerdə qalan 28% edəcək. 28%. İndi buradan 288'i vururuq 28'e, bölürük 72'ye. Bu da eləyir 112. İndi 112 qram x2'nin bütövlükdə miqdarıdır. Çünki bu birləşmədə. Onda belə çıxır ki, 2 dənə x-in miqdarı əgər 112 qramdırsa, bu dəmir imiş. X-in ayrı eləyir 56 qram. Cavab Y variantı. 7-ci sual. 18 qram karbon yanında alınan CO-nun molunu tap. Kömürün dəm qazı alınması ilə yanma tənliyi yazırıq. 18 qram 2 vur 12. X və 2 mol. 2'lər gedir. 18 böl 12 qalır. Və yaxud da 6'ya bölsək 3 böl 2. O da 1,5. 7'də cavab C variantı. İndi 8-ci suala baxırıq. 8'də deyir ki, reaksiyamız 2x plus y2 alınıb 2x y kimi verilmiştir. Bərabər kütlədə götürülmüş maddələrdən biri tam sərf olunarsa, proses üçün hansı ifadə doğrudur? X-in ayrı 80'dir, daha doğrusu 40'dır. Baxın, göstərib. Bizə verilən miqdar 80'dir. Çünki 2 dənə x sərf olunur da, doğrudan da 80 qram sərf olunur. Y-in də ayrı 16'dır. Onda y2 32 qram deməkdir. Reaksiya üçün sərf olunan miqdar. Əgər x-dan 80 qram, y-dən 32 qram sərf etməliyiksə və bizə burada deyir ki, əsas cümlə bax budur. Bərabər kütlədə sözü varsa, onda hər birini 80 qram götürərəm. 80 qram götürmüşəm və bunun hamısını sərf edirəm. X-in hamısı gedir. Y-dən 80 götürsəm də 32 qram sərf edirəm. Qalır 48 qram. Artıq. Deyir, hansı ifadə doğrudur? X tam sərf olunur. Bəli, baxın, x-dan heç nə qalmır. Çünki mən 80 qram götürmüşdüm. Elə 80 qram da lazım idi. Sərf etdik. Birinci müddəa doğru. İkinciyə baxıram. 32 qram y2 artıq qalır. Y2 artıq qalır, bəli. Amma 32 qram qalmır axı. 48 qram qalır. Ona görə ikinci səhvdir. Üçüncü, x-in 40% artıq qalır. Xeyr, x-dan ümumiyyətlə artıq qalmır. X tam sərf olunur. 112 qram x, y əmələ gəlir. Baxıram. Biz 80 qram x sərf etmişik. 32 qram da y sərf etmişik. 80 ilə 32, 112 qram edir. Bu da doğru fikirdir. Daha doğrusu 4-cü doğrudur. 3-cü səhvidir. Cavab 1 və 4. O da olur A bəndi. 8A. 9-cu sual. 200 qram mineralın tərkibində kalsium karbonatın tam parçalanmasından, mineral tərkibində olan kalsium karbonatın parçalanmasından 33,6 litr CO2 alınarsa, mineraldakı kalsium karbonatın kütlə payını tap. Yəni, bu 200 qram mineraldır. Bunun tərkibində kalsium karbonat və digər müxtəlif duzlar var. Bu heç. İndi biz tapaq görək, bizim kalsium karbonat nə qədər olub ki, o bizə 33,6 litr karbon qazı veribdir. Biz hesablayırıq ki, 33,6 litr karbon qazını əmələ gətirən kalsium karbonat 150 qram imiş. Çünki 100-dən 22,4 isə x-dan 33,6, bu deyil 150 qram kalsium karbonat. İndi bizdən deyir ki, mineralın tərkibində olan kalsium karbonatın kütlə payını tap. Mineralımız 200 qramdır. Baxın, lap başlanğıcdan yazmışam. 200 100%-dirsə, 150 qramda kalsium karbonat var. Bəs bu neçə faiz olacaq? Bu da olacaq. Bundan bu gedir 2. 150-nin 2-yə 75%. 9-da cavab B variantı. 10-cu sual. Yenə kalsiumun su ilə reaksiya tənliyini vermişdir. Həmin tənliyi yazıram. Bizə deyir ki, A qram kalsium ilə
A-2 qram su. Bura 40 yazıram, burada 36 yazıram. Alınan kalsium hidroksidin kütləsini tap. Əvvəlcə biz hələ A-nı tapaq. Yəni A qram kalsiumdan A-2. Bunu hesaplamanı edək. 40 vuraq A-2 bərabərdir 36A. Buradan A-nı tapaq. 40-a 80, 36-a 4-ə bərabər 80-ə A deyəsən 20-dir. Aha, 20 qram. İndi təzədənən həmin tənliyi yazırıq. Biz tapırıq ki, görək 20 qram kalsium, yəni bunun A dediyi kalsium neçə qram kalsium hidroksid yaratmışdır? 40 qram kalsium 74 qram yaradırsa 20 qram X yaradacaq. Bu da edəcək 37 qram. Yəni 10-cu da cavab D variantı. 11-ə baxırıq. Bərabər mol sayda götürülmüş X2 və Y2 maddələri arasında reaksiya axıra qədər gedir və son qarışıqda X2 ilə reaksiya məhsulunun mol sayı bərabər olarsa, reaksiyanı müəyyən et. Burada əslində, belə deyək də, burada bir-bir baxmalıyıq. Bax, məsələn, götürək tutaq ki, A bəndini. Belə bir tənlik verilmişdir. Deyir, bərabər molda götürülmüş. Biz bilirik ki, 1 mol X, 3 mol Y sərf etməliyik. Bərabər mol deyəndə hansı böyükdürsə onunla işləyəcəyik. Çünki, məsələn, mən bu reaksiyanı aparmaq üçün 1 mol X-la, 1 mol X2 ilə 3 mol Y2 sərf etməliyəmsə, təbii ki, hər birini bir-bir götürə bilmərəm. Çünki Y-dən axı 3 lazımdır, bəs ardını hardan taparam? Amma hər birini 3-3 götürə bilərəm. Bu zaman Y2 tam sərf olunacaq. X2-dən də 3 götürsən belə birini sərf edirəm. İkisi artıq qalır. Və bu zaman 2X, Y3 də əmələ gəlir. İndi görək bu şərt ödəyirmi? Deyir ki, son qarışıq nədən ibarət olur? 2 mol artıq qalan X2-dən və 2 mol əmələ gələn XY3-dən. X2 ilə məhsulun mol sayı bərabər olur. Bəli, baxın, 2, bu da 2-dir. Ona görə də doğru cavab elə A variantı olacaq. İndi 12-ci suala baxırıq. Reaksiyasından 89-16-dır. Azotun 75% reaksiya daxil olarsa. Yəni, azotun hidrogenlə reaksiya tənliyini yazırıq. 89-16 litrin 75%-ni tapırıq. 89-16 100-dürsə, 75 X-dir, o deyilir 67-2. Yəni, reaksiya girən 67-2 litrdir. Alınan amonyakın molunu tap. X mol, 2 mol. Bundan bu gedir 3 qalır. 3-ü də 2-yə vuranda 6 mol. Cavab oldu 12-də C variantı. 13-ə baxırıq. Reaksiya tənliyi verilmişdir. 26 qram metal reaksiyasından %96 litr hidrogen alınarsa metalın kütləsini tap. Tənliyi olduğu kimi yazırıq. 26 qram metal. Burada isə metalın kütləsini bilmirəm, elə metal olaraq da yazıram. 8,96 litr. Bura isə 22,4. Burada qarşısı tam onda 4. 0,4 metal bərabərdir 26-ya və yaxud da 4 metal bərabərdir 260-a. 260-ı da 4-ə böləndə 65. Cavab oldu 13-də Y variantı. Dördüncü sual. CO2 ilə reaksiya girən kalsium oksidin kütləsini vermişdir. Biz bilirik ki, deyir, alınan kalsium karbonatın molunu tap. 28 qram kalsium oksid reaksiya girərsə, neçə mol kalsium karbonat alınır? Buradan X bərabərdir 0,5 mol. Cavab oldu C bəndi. 14C. 15-ci sual. $0,1 mol X üzvü maddəsi
tam yananda 0,135 mol oksigen sərf olunur. Biz bilirik ki, bütün üzvü maddələrin tərkibində karbon və hidrogen var. Lakin oksigen ola da bilər, olmaya da bilər. Ona görə hələ ki yazıram CH, oksigen yerində boş saxlayıram. Oksigende deyir yandıqda, təbii ki CO2 ilə karbohidrogenlər və yaxud da olsun spirtlər, lap oksigen də olsaydı, çünki variantlarda oksigen olan birləşmə də var, yananda karbon qazı və su əmələ gəlir. Tənlik bu şəkildədir. Deyir ki 0,1 mol. Mən bunu 1 molla götürürəm. Çünki kəsir ədəddən qurtulaq. 1 mol, yəni onda biri 1 qəbul eləmişəmsə 0,2-ni də 2 qəbul edəcəm. 2 dənə karbon qazı, 3 mol su əmələ gəlir. Onda belə çıxır ki, bunun tərkibində 2 karbon var, 6 hidrogen var. Oksigen isə deyir %35 mol sərf olunubdur. Baxın. Mən bunu 3,5 yazacağım. Çünki onda 1 ilə 0,35-də axı 1 götürmüşəm. Onda bu da 3,5 olacaq. Sayaq, görək hər şey bərabərdirsə, onda elə cavab C2H6 olacaq. 2 karbon hər tərəfdədir, görürsünüz bərabərdir. Hidrogen 6 dənə bərabərdir. Oksigen 2 dəfə 2, 4, 3 dəfə birində 3, 7 dənə oksigen burada var. 7 oksigen. Belə 7 oksigen də burada var da. Demək cavab elə C2H6 imiş. 15-də cavab A bəndi. 16-cı suala baxırıq indi. 16-da deyir ki, reaksiyasına əsasən 3 Na sayda hidrogen molekulu alınarsa, reaksiya tənliyini yazırıq. 3 Na elə 3 mol deməkdir. Alınarsa, neçə qram kalsium daxil olmuşdur? X qram, 40 qram. Bu deyir 120. 17-ci sual. Deyir ki, X mol CH4-ün yanması zamanı alınan suyun kütləsi qrafikdə verilmişdir. Bax, yazıram. X mol CH4-dən 144 qram. Nədir bu? Suyun kütləsidir. Hə, su. Bizə də göstərir ki, 1 mol CH4-dən nə qədər? 2 mol su alınır. 2 mol su da 36 qram deməkdir. 144 ilə 36-nı ixtisar edəndə 4 dəfə qalır. Demək, cavab 17-də A bəndi. 18-ə baxırıq. 18 də rahat sualdır. Biraz qəliz görsənir. Bizə deyir ki, X bəsit maddəsi və oksigen arasında baş verən tənlikdə X bəsit maddəsi ilə oksigen reaksiya girəndə XO tipli oksid əmələ gəlir. Əmsallaşdırırıq. Göstərir ki, 80 qram XO alınmışdır. Onda belə çıxır ki, 1 mol XO bərabərdir 40 qrama. Buradan da rahat tapa bilərəm. X miqdarın X eləyəcəkdir. X plus 16 bərabər 40-dırsa, X bərabər 24. Metalı da tapdıq. İndi bizə nə deyir? Deyir, X bəsit maddəsi oksigen arasında reaksiya maddələrin kütləsinin asılığı verilmişdir. Oksigenin reaksiya daxil olan mol sayını tap. Oksigenin daxil olan mol sayını. İndi burada göstərir ki, X, bax, burada azalan xətlə verilən sərf olunanlardır. Yəni, X-la oksigen. Göstərir ki, X maddəmiz tam sərf olunubdur. X maddəmiz tam sərf olunub. Oksigen isə 16-sı qalıbdır. Biz buradan tapdıq ki, X-i 24. 2 dənə X artıq 48 deməkdir. Yəni, 48 qram 48 qram X-la 32 qram oksigen reaksiya girib ki, 80 qram XO alınmışdır. İndi oksigenin daxil olan mol sayını. Oksigeni bax görürsünüz, göstərir ki, A qramda başlayır, amma 16 qram qalır. 32 qram sərf olunubdur oksigen. Özü qrafikdən göstərir ki, 16 qram baxın konstant oksigen qalıbdır. 16 qram oksigen artıq qalıb. İndi mənə deyir ki, reaksiya daxil olan mol sayını tap. Reaksiya daxil olan mol sayını əslində biz qramdan bilirik. 32 qram sərf olun, bu eləyir 48 qram oksigen. Yəni 1,5 mol. Oksigenin reaksiya daxil olan mol sayını müəyyən edin.
Yəni 1,5 ümumi var. Daxil olanda, yəni biz bunu bayaqdan da görürük onsuz da 32 qramdır. Amma müxtəlif formalarda soruşa bilər sizdən. Daxil olan mol sayı 1 moldur. Hardan bildim? Çünki 32 qramdır. Artıq qalan 16 qramdır. 0,5 moldur. Bax, görürsünüz, burada da yazmışam. 32 qram sərf olunub. Bu elə 1 mol deməkdir. 16 qram artıq qalıb, yəni 0,5 mol artıq qalmışdır. Onda ümumi 1,5 mol oksigen olubdur. Daxil olan dediyinə görə, baxın, daxil olan soruşuna görə cavabı 1 götürəcəyik. 19. Yenə karbonun CO2-yə çevrilməsi sadə bir tənlikdir. 36 qrama neçə litr oksigen? 22,4 3-ə vuranda 67,2 litr cavab 19-da A bəndidir. İndi 20-ci suala baxırıq. Reaksiya zamanı maddələrin mol sayının zamandan asılı qrafikinə əsasən hansı ifadə doğrudur? Baxaq buna. Əvvəlcə biz bu reaksiyanın tənliyini yazmağa çalışaq. Tənlikdən görsənir ki, sərf olunan x-la z-dir. Nədən bilirəm? Azalan xətlə verilən həmişə sərf olunanlar olur. Əmələ gələn isə y-dir. Çünki sıfırdan başlayan həmişə məhsul olur. İndi baxaq. Deyir, x reaksiya məhsuludur. Xeyr, x reaksiya girən maddədir. Yəni, birinci müddəyə yanlış. İkinciyə baxıram. Z tamamilə daxil olur. Bəli, əgər bu T oxuna dəyirsə, 0 olursa, demək bu tam sərf olunur. İkinci müddəyə doğrudur. Üçüncü, Y reaksiya məhsuludur. Bəli, sıfırdan başlayıb əmələ gələn həmişə məhsul olur. 3 də doğrudur. Cavab oldu 20-də Y variantı. 2 və 3. İndi 21-ə baxırıq. 2 moldan neçə litr karbon qazı? Baxın, 1 moldan 1 mol karbon qazı alınıb. Yəni 22,4. 2 moldan da 2 mol olacaq da. 1 moldan 22,4-dürsə, 2 moldan nə qədər olacaq? O da 44,8. 21-də cavab C variantı. 22-yə baxaq. Əslində bu 18 ilə 22 hardasa demək olar eynidir. Sadəcə baxın, həm məhsul kimi göstərib, x verib, x-o verib, burada maqneziumu aydın göstərir və yaxud da bu 80-ı 40 göstərir. 2 dəfə az nəticə verib, 8-i 16-da 8 göstərir. Nəsə, yəni 18 ilə eynidir. Bizə deyir ki, tənliyə əsasən oksigen və maqneziumun kütləsinin zamandan asılı qrafikinə əsasən A-nı tap. Yenə maqnezium plus oksigen alınır, maqnezium. Buradan göstərir ki, tənlikdə 2 mol maqnezium oksigen də yanır, 2 mol maqnezium oksid əmələ gətirir. Maqnezium onun emeri 24 və 16 40-dır, 2 molu 80 deməkdir. Bu 80 qramı almaq üçün 2 mol maqnezium, yəni 48 qram maqnezium və 32 qram oksigen sərf etməliyik. Bunun cəmi doğrudan da 80 edir. Lakin bizə deyir ki, 80 qram yox da 40 qram. Yəni bunu bölüb 2-yə. Onda hər şeyi 2 dəfə azaldacağım. Yəni artıq 48 qram yox, 24 qram maqnezium sərf edəcəm. Oksigen də 32 yox, 16 qram sərf edəcəm ki, bunun cəmi bizə 40 qram versin. İndi bizdən nəyi soruşur? A-nı müəyyən et deyir. A nədir? Oksigenin başlanğıc miqdarıdır. Yəni, reaksiya başlayanda nə qədər götürmüşük? İlk qatılıqda, belə deyək, qarşıdakı dərslərdə biz buna qatılıq deyəcəyik. İlk qatılığı tapmaq üçün yadınızda saxlayın. Sərf olunanla artıq qalanı toplayırıq. Artıq qalan da 8-dir. 24. Yəni, 24 qram oksigen var idi. 16 qramı sərf etmişəm, 8 qramı da qalıbdır. 22-də cavab C variantı. 23. Yenə rahat sualdır. 300 qramdan neçə litr qaz alınır? 300 qramdan x litr, 100 qramdan 22,4. O deyilir 67,2 litr cavab D bəndi. 23-də. 24. Yenə maqneziumun oksigenlə reaksiyası nə qədər maqneziumu alınır? Bunu rahat yolla tapmaq olar. Məsələn, maqneziumu hər 24 qram maqnezium 16 qram oksigenlə birləşərək 40 qram maqnezium. Yəni, bir dənə maqneziumun kütləsi 40 necə əmələ gəlir? 24 qram maqneziumdan 16 qram oksigenin birləşməsindən yaranmışdır. İndi isə 12 qram maqnezium deyir. 12 qram maqneziumda artıq 16 yox,
8 qram birləşdirəcək və 20 qram maqnezium oksid əmələ gətirəcək. Yəni bunun rahat yolu budur. Amma lab reaksiyanı da yazmaq olar. Maqnezium üstəgəl oksigen alındı maqnezium O. Bizə deyir ki 12 qram neçə mol x mol 2 vur 24 qram eləyir 2 mol. Burada 12 bu gedir 4. Bu da 0,5 mol. Bu 5 mol. 20 qram elə olsa 0,5 mol idi. Çünki 1 molu 40'dır. Cavab oldu B bəndi 24'də. İndi 25-ci sual. Kükürdün oksigenlə reaksiyasından, yəni sadə bir sualdır. 8 qram, 32 qram. Neçə qram SO2 alınır? Qram dediyinə görə emerin yazıram 64. Buradan da x bərabər 16 qram. Cavab oldu D bəndi. 26. Baxıram tənliyə. Yenə kalsiyumla kükürdün reaksiyasından kalsiyum S alınmışdır. 20 qram kalsiyum nə qədər kükürdlə? Baxın 40 qramdan 32 girir də. Eyni molda girirlər axı bunlar. 20 qramdan da 16 girəcək. Cavab 26'da A bəndi. 27'yə baxırıq. Yenə maqneziumla kükürdün reaksiyasından maqnezium S alınmışdır. Deyir maqneziumun reaksiya daxil olan 12 qramdırsa alınan maqnezium S'i tap. Bilirik ki 24 ilə 32 girib 70 yox bir dəqiqə 56. 56 qram maqnezium S yaradır. Onda 12 qramla da 16 qram girəcək, yəni yarısı ilə. Verəcək 28 qram. Cavab A və yaxud da başqa cürdə yazmaq olar bunu. Əslində bu rahat sualdır. Məsələn, bizə nə deyir burada? Məsələn, deyir ki 12 qram daxil olarsa maqnezium S-in kütləsi. Maqnezium S-in də emeri eləyir 24, 32, 56. Buradan da yenə 28 eləyir cavab. 28-ci sual. 8 qram kalsiyumun kükürdlə reaksiyasından. Aha, kalsiyum plus S, kalsiyum S 8 qram, 40 qram. Neçə qram kalsiyum S alınır? X qram, 72 qram. X də bərabərdir. 72-ni 5'ə böləndə 14,4 edir. 28'də cavab B bəndi. 29. N mol metan yanması üçün hansı ifadə doğrudur? Aha, metanın yanma tənliyi yazıram. Əmsallaşdırırıq. N mol metan tutaq ki, N-i 1 qəbul edək. Yəni 1 mol metan yanında 1 mol karbon qazı əmələ gələr. Bəli. Birindən 1 karbon qazı alınır. N mol oksigen xeyr, 2N oksigen sərf olunur. Yəni metandan 2 dəfə çoxdur. İkinci müddəa səhvdir. 1 doğrudur, 2 səhvdir. 2 mol su alınır, bəli. Çünki N-i 1 qəbul eləmişəm də. Bu da doğrudur. Cavab 1 və 3. 29'da 1 və 3. D bəndi. İndi 30-cu suala baxaq. Su ilə reaksiya daxil olan X2O-nun kütləsi. Aha, X2O-nun su ilə reaksiyasını yazıram. Alınır XOH, əmsallaşdırıram. Bizə deyir ki 12,4 qramdır. Bu isə 2x plus 16'dır. Alınan mol 0,4, bu isə 2'dir. Buradan hesablayacağıq. Demək X cavab C variantı eləcək, 23 eləyəcək. Sadə tənlikdir. Məsələn, vergüllər atarıq. Bundan buna para 2, 124'ü də 2'yə böləndə 62, 62'dən 16 çıxıb 2'yə bölürük. 62'dən 16 çıxanda 46, 46'ını da 2'yə böləndə 23. 31. Daha doğrusu, 31. Elə bu 31 idi bir dəqiqə, 30 qaldı arada. 31 də eynisidir, biraz başqa formadadır. Həmin tənliyi yenə yazıram. X2O plusu alınır XOH. 18,8. Bura isə 2x plus 16. Suyu 3,6. Burada 18 yazır. Yenə bu vergülləri ataq. Bundan bu getsin 2. 188'i 2'yə böləndə 188'i 2'yə 90
94, səhv etmirəmsə, 94-dən 16 çıxıb 2-yə böləndə 39 eləyir. 32-ci sual. 60% magnezium karbonat olan 70 qram qarışığın parçalanması nə qədər karbon qazı? Hələ bir tapaq görək, bizim təmiz məhsulumuz nə qədərdir? 70 qram 100%, bunun 60% bizə lazım olan magnezium karbonatdır. Bu eləyir 42 qram. Aha, magnezium karbonatın parçalanmasından təbii ki 84 qramdan 22,4 litr, 42 qramdan, axı 42 qram idi təmiz məhsul, x litr. Bu da eləyir 11,2 litr. 32-də cavab D bəndi. 33-ə baxırıq. Burada deyir ki, CO2 ilə reaksiya girən X10-un miqdarı belə bir tənlikdir. Daxil olan mol sayı. Baxın, X10-un molun onda 5 mol verib. Bu da təbii ki 1 moldur. Əmələ gələn duzun kütləsi 42 qramdır. 42, bu da X plus 60. İndi 0,5 X üstə gələk 30 bərabərdir 42-yə. 0,5 X bərabər 12-yə, X bərabər 24-ə. 33-də cavab B variantı 24. 34-ə baxırıq. Yenə qrafikdən işləyirik. Bizə deyir ki, reaksiya tənliyə əsasən hansı ifadə doğrudur? Əvvəlcə biz bu reaksiya girən, alınan bunu tapaq. Biz bilirik ki, azalan xətlə verilən sərf olunandır. Yəni, bir dənə Z sərf olunur. X isə başlanğıcı 5-dir, artıq qalan 3-dür. Sərf olunanı onda 2 olacaq. 2 dənə X ilə reaksiya girərək, əmələ gələn isə 0-dan başlayıb əmələ gələndir. Yəni, 2 dənə Y-dir. Molu da nədirsə elə götürür. Yəni, reaksiyanın tənliyi 1Z plus 2X alınır, 2Y kimidir. Baxırıq, deyir, reaksiyadan sonra qarışıqda 5 mol qaz var. Reaksiyadan sonra deyirsə, həmişə, yadınıza saxlayın, başlanğıcdan artıq qalan və əmələ gələn məhsul sayılır. Başlanğıcdan nə qədər artıq qalmışdı? Baxaq, Z tam sərf olunub. Görürsünüz, Z-dən heç nə artıq qalmayıb, 0 olubdu. Baxın, Z 0 olubdu. Görürsünüz, Z-dən heç nə qalmır. İndi, demək, X-dən amma artıq qalır. Görürsünüz, 5-də başlayıb 3-də dayandı. Artıq qalan 3-dür. Demək, 3 mol X artıq qalıb. Və reaksiyadan sonra deyəndə başlanğıcdan artıq qalan bir də reaksiya məhsulu nəzərdə tutulur. 2 mol Y-də əmələ gəldi. Demək, doğru fikirdir. 5 mol reaksiyadan sonra qaz var. Birinci müddəa doğru. İkinciyə baxıram. Reaksiyanın tənliyi 2X plus 1Z. Bəli, 2X plus 1Z və alınıb 2Y kimidir. Bu da doğru fikirdir. Son qarışıqda Y-in molu X-dan çoxdur. Gəl, baxaq son qarışığa. Y-in molu 2-dir, X-in molu 3-dür. Axı, Y-in molu X-dan çox olmadı, X-in molu çox oldu. Yəni, cavab 1 və 2, D variantı. 35. 35-də dəmirin oksigenlə reaksiyasına əsasən dəmir üstə gəl oksigen, amma alınanı biz bilə bilmirik. Bizə deyir ki, A-nı da tap. Çünki A deyir 48-dir. Biz bilməliyik mi? A neçədir? Bilə bilmirik də. Bunu tapmalıyıq. Bunu tarazlığa uyğun həll edəcəyik. Başlanğıc sərf tarazlıq qatlığına uyğun olaraq. Başlanğıcda biz baxırıq ki, baxın, sərf olunanlar, başlanğıc maddələr hansılardır? Dəmirlə oksigendir, görürsünüz. Başlanğıcda hər ikisi A-dır. A-da başlayır, görürsünüz. Başlanğıc dəmir də A qramdır, oksigen də A qramdır. İndi sərf olunanı necə tapacağıq? Göstərir ki, baxın, hər biri A olsa da, dəmir baxın tam sərf olunub, görürsünüz, tamamilə sərf olunub. Yəni, dəmir A-da sərf olunan heç nə qalmır. Amma oksigen 32-si qalıbdır. Yəni, nə qədəridirsə 32-ni çıxırıq, qalanını sərf etmiş oluruq. Və bu reaksiya nəticəsində də əmələ gələn maddənin miqdarı A plus 24-dür.
Yəni hər hansı bir maddə əmələ gəlibdir. Məhsulun da yalnız tarazlıq qatlıq olur da, onu da A plus 24 ilə ifadə eləyir. Və siz bilirsiniz ki, reaksiyada neçə qram maddə reaksiya sərf olunursa, həmin qədər də alınmalıdır. Sərf olunan dəmirdən A qramdır. Bax, görürsünüz. Oksigenden isə A-32-dir. Bu miqdar, yəni bu cəm bərabər olmalıdır əmələ gələn məhsula. Buradan A-nı hesablayaq. Yəni A üstə gəl A-32 bərabərdir A plus 24 olmalıdır. Bunu hesablasaq, buradan A bərabər olur 56 qram. Aha. A 56. İndi əgər A-nı 56 tapmışıqsa, müddəalara baxaq. Demək, birinci müddəamız yanlışdır. Çünki A 48 deyir. 1-ə minus çəkdim. İkinciyə baxıram. 80 qram X əmələ gəlib. Baxın, əmələ gələn X-in miqdarını görürsünüz, A plus 24 verir. Demək, X nə qədərdir? A plus 24-dür. A-nı da necə tapmışıq? 56 tapmışıq da. Onda düz deyir də, 80 qram əmələ gəlibdir. İkinci müddəa doğrudur. Aha, bu düz. Üçüncüyə baxıram. X-in tərkibində. Biz baxaq görə X-in tərkibi nədən ibarətdir? Bunun üçün sərf olunan dəmirlə oksigeni bilməliyəm. Dəmir dedik ki, A qram sərf olunur. Bayaqların burada var idi. Baxın. Dəmirin sərf olunanı görürsünüz A-dır. Oksigen isə A-32-dir. Dəmirin sərf olunanı A-dır. A-nı da tapmışıq 56. Oksigeninki isə A-24-dür. 56-dan 24 çıxanda 16 qram. Demək, biz formul tapa bilərik. Siz bilirsiniz ki, formul necə tapılırdı? Nisbət şəkildə ifadə etməklə. Yəni 56 böl öz kütləsi nisbət 16 böl öz kütləsi. Daha doğrusu A minus 32 24 edir. 16 etmir. 24. 24 bölək 16. O da bərabərdir. Birinci kəsir olduğu kimi qalır. İkincini tərsinə çeviririk. Bu da bərabər 2-nin 3-ə nisbəti. Yəni 2 dənə dəmir, yəni ferrum 2 O3. Alınan formul bax budur. Ferrum 2 O3. Amma bizə deyir ki, formul ferrum 2 O4-dür. Xeyr. Üçüncü müddəa səhv oldu. Dördüncüyə baxırıq. Deyir, X-in tərkibində, yəni əmələ gələn, bax, bu ferrum 2 O3-ün tərkibində kütlə nisbəti 7-nin 3-ədir. 112-nin bir dənə dəmir 56 daxı, 2 dəmir 112 deməkdir. 48-ə nisbətini ixtisar etsək, demək elə 16-ya ixtisar etsək, bu edər 7, bu da edər 3. Demək, bu müddəa da doğrudur. Dördüncü müddəa da doğrudur. Baxın, bunu belə yaxınlaşdırıb baxarsınız. Burada vərək biraz kəsildi, nə oldu? Bax, bir də deyirəm. Əvvəlcə biz A-nı tapmağa çalışırıq. Hər biri A qram verilmişdir. Yəni 56 başlanğıc A adı. Baxın, eyni kütlədə başlayır. Amma dəmir tam sərf olunur. Görürsünüz? Dəmir tam sərf olunur. Ona görə dəmirin sərf olunanı A götürürəm. Oksigeninki 32 qram qalır deyə A-32 də sərf olunan oksigen deməkdir. Və əmələ gələn məhsul A plus 24 qədərdir. Biz də bilirik ki, neçə qram sərf ediriksə, o qədər qram da almalıyıq. Yəni, bu ifadə bir-birinə bərabərdir. Buradan A-nı 56 tapıram. A-nı 56 tapandan sonra rahatçılıqla hər şeyi tapmaq mümkündür. A 48-dir, səhvdir. Dedik ki, A 56-dır. Yəni, birinci müddəa səhvdir. İkinciyə baxıram, 80 qram əmələ gəlib. Bəli, A-nın yerinə 56 yazsam, əmələ gələn axı A plus 24-dür. Bax, görürsünüz, burada da yazmışam. A plus 24. A-nın yerinə 56 yazsaq, əmələ gələn 80 qram olur. İkinci müddəa doğrudur. Üçüncüyə baxıram, əmələ gələn ferrum 3 O4-dür. Xeyr, ferrum 3 O4 deyil. Necə tapdım bunu? Sərf olunanlara uyğun. Sərf olunan dəmir A qədərdir, yəni 56 qramdır. Oksigen A-32-dir. A 56, 56-dan 32 çıxanda 24 edir. Bunu da sadə ədədlərə gətirirəm. 56 böl 56, 24 böl 16. Bu da eləyir 2-nin 3-ə. Yəni ferrum 2 O3 imiş formul. Bu səhv fikirdir burada ferrum 2 O4 olmağı. X-in tərkibində kütlə nisbətini tapanda sadə kütlə nisbəti 2 vur 56
3 vur 16. Bu da eləyir 7 böl 3 kimi. Yəni 4-cü müddəa da doğru olacaq. Demək, burada doğru cavab 2 və 4-dür. 35-də cavab 35-də doğru ifadəni müəyyən edin. 2, 4 Y variantı. 36-ya baxırıq. 36-da deyir ki, reaksiyasını əmsallaşdırın. X2 OH plus H2 alınır. X plus su. Əmsallaşdıraq. Oksigenləri əvvəlcə bərabər edək. Hidrogen 6 dənədir, X da 2 dənədir. Hər şey bərabər. 30,4 qram X2O3 reaksiya girəndə nə eşidirəm yazıram. Burada 2X plus 48 yazacağım. Çünki X'i bilmirəm, oksigenin biri 16-dır. 10,8 qram su alınmışdır. Özü deyir bunu. Burada da 3 vur 18 yazacağım. Vergülləri atsaq, bu 54 edir. 54 ilə 108 gedir, 2 qalır. 2 ilə də 304 gedir, 152 qalır. Yəni 2x plus 48 bərabər 152-yə, 152-dən 48 çıxıb 2-yə bölürük. Bu da edəcəkdir 52. Xrom imişdə bu. 37-ci sual. Yenə x plus 2y əmələ gəlir. Z plus su. Belə bir tənlik verilmişdir. Deyir ki, 2,2 qram X-dır. Baxın, bu nə yazıb, bunu biz bilə bilmirik. X haqqında hər şey məhsuldur. Bilmirəm, emeri nədir, ayrı nədir, heç də bilinmir. 5,3 qram da Z-dir. 0,9 qram da sudur. Burada, yəni bu X-la, Z-lə, Y-lə heç nə edə bilmərik. Biz yalnız 0,9-la işləyəcəyik. Çünki biz bilirik ki, bir dənə su, bu tənlikdə bir dənə su göstərir bizə. Bir dənə su 18 qramdır. Bu 18 qramı 20-yə bölüb 0,9 göstərir. Deyirəm ki, hə, onda belə çıxır ki, Z-in də emerini 20-yə bölüb verib də bizə. 5,3-ü 20-yə vuranda 106 eləyir, səhv eləmirəmsə. 2,2-ni də 20-yə vuranda eləyir 44. İndi Y-i də tapa bilərəm mən. Necə tapacağım? Biz bilirik ki, neçə qram maddə əmələ gəlibsə, o qədər qramda reaksiya girir. 106 ilə 18 toplasaq 124 eləyir, səhv etmirəmsə. 106 ilə 18. 124 qram maddə əmələ gəlib, sonda 124 qramda reaksiya girməlidir. 44 qram X-dırsa, onda belə çıxır ki, 80 demək 124 eləməsi üçün 80-dən 44. Aha, 80 qram da Y imiş. İndi bizdən soruşur ki, X ilə Y-in molyar kütləsi, emeri. Biz bilirik ki, emer 1 mola görə hesablanır. X 1 mol olduğuna görə onun emerini elə 44 götürəcəm. Amma Y 2 mol olduğuna görə 2 molun miqdarı 80-dırsa 1 molunki 40 olacaq. Yəni emer X olacaq 44, emer Y olacaq 40. 44 və 40. 37-də cavab C variantı. İndi 38-ci sual. Natriumla kükürdün reaksiyasından. Aha. 38 natrium plus S alınır. Natrium 2S əmsallaşdırırıq. 7,8 qram natrium 2S alınmış və 4 qram kükürd artıq qalıbdır. Başlanğıcda nə qədər kükürd olubdur? Biz hələ əvvəlcə tapaq görək. 7,8 qram natrium 2S almaq üçün hansına nə qədər sərf edirik? Buradan görsənir ki, 2 mol natrium eləyir 46 qram. 32 qram kükürdlə girib 78 qram natrium 2S əmələ gətirir. Bu reaksiyanı bizə verdiyi bir qanundur, belə deyək. Artıq bu 7,8 qram deyir, 78 demir, onda heç nə. Bura bir vergüllər atırıq. Yəni 46 ilə 32 girib 7,8 yaradırsa, 4,6 ilə də 3,2 girəndə 7,8 qram yaradacaq. Və deyir ki, 4 qram kükürd artıq qalıbdır. Mən kükürdün sərf olunanı bilirəm. 3,2-dir. Demək, kükürd sərf. 3,2. Kükürd artıq. Özü deyir ki, 4 qram.
Onda başlanğıcı tapmaq mümkündür də. Başlanğıcı tapmaq üçün yadınıza saxlayın. Sərf olunanla artıq qalanı toplayırıq. O da eləyir 7,2. Yəni